isə Mənsur bəydən rica eləyəcəm. Bizə alətlər, sistem, yoxsa satıcı barədə bizə çox qəşəng təcrübələrini danışacaq və çox qəşəng bir кейslər üzərində. Sizi gözləyirik. Çox sağ olun. Çox sağ olun. Əziz iştirakçılar, hörmətli dostlar. Əvvəla hər birinizə minnətdaram ki, şənbə gününü, istirahət zamanınızı tədbirdə iştirak eləmək üçün, biliklərinizi yeniləmək üçün bir araya toplaşmışıq. Bu tədbirin ərsəyə gəlməsində böyük zəhmətinə görə Sat Qrup kollektivinə təşəkkür edirəm. Eyni zamanda əvəz edilməz moderatorumuz Səadlı xanım. Çox sağ olun. Yenə hər zaman olduğu kimi toplaşmışıq vacib bir mövzunu müzakirə eləməyə, satış. Amma bu dəfə bizim üçün maraqlı olan mövqe nədir? Satışın uğur meyarı nə ilə ölçülür? Alətlər, sistem, yoxsa satıcı? Bu detallara girmək üçün biz bir-bir hər üç mövzunun üzərindən çox qısa şəkildə keçəcəyik. Satış alətləri. Gördüyünüz diaqramda şirkətlər tərəfindən ən çox istifadə olunan satış alətlərinin pay bölgüsü əks olunubdur. Təbii ki, ən böyük yeri burada CRM sistemlər götürür, daha sonra əlaqələndirmə sistemləri, zəng sistemləri, analitika və AI. Gəlin bir-bir buna baxaq. CRM nədir? Müştəri münasibətlərinin idarə olunması. Bu CRM şirkətin yaddaşıdır. CRM olmasa nələr baş verir? Məlumatlar dağılır, tarixçə itir, ortada böyük bir xaos başlayır. CRM isə A-dan Z-yə müştərinin şirkətə daxil olduğu andan ən son alış elədiyi ana qədər hər şeyi ölçür. Ona görə də biz həmişə deyirik ki, CRM idarəetmənin mərkəzidir və CRM-i olan şirkət müştərisini tanıyan şirkətdir. Müştərisini tanıyan şirkət isə hər zaman daha çox satış həyata keçirir. Əlaqələndirmə. Ən vacib keyslərdən biri müştərilərə toxunmaqdır. Bu toxunuşu eləmək üçün nələrdən istifadə edirik? Əlbəttə ki, SMS, push notification, e-mail və doğru zamanda, doğru formada göndərilmiş mesaj əlbəttə ki, satışa çevrilmiş toxunuşdur. Zəng sistemləri. Təbii ki, satışda ən vacib məqam ünsiyyətdir. Ünsiyyət üçün biz zəng sistemlərindən istifadə edirik. Korporativ zəng sistemləri, zənglərin qeydiyyata alınması, onların keyfiyyətinin ölçülməsi və ən son ana qədər müştərinin izlənilməsi üçün böyük xidmət göstərir. Sistemli zəng ölçülə bilən və təkrarlanan satış deməkdir. Mən təkrarlanan satış hissəsinə girməyəcəm, təbii ki, o hissə barədə Səxavət müəllim danışacaq sizə. Mən keçəcəm analitika hissəsinə. Şirkətlərdə ən böyük problem nədir? Ehtimallara əsasən qərarlar vermək. Analitika bizi ehtimallardan çıxardaraq rəqəmlərə tərəf dartır. Analitika satıcıların uğur göstəricilərini, müştərilərin istifadə istiqamətlərini və şirkətin zəif nöqtələrini ortaya çıxardan əsas meyardır. Ona görə də o, satış qərarlarını şansa deyil, rəqəmə bağlayır. Süni intellekt alətləri. Bugün Azərbaycanda və eləcə də bütün dünyada süni intellekt satışda böyük dəyişikliklər etməkdədir. Amma süni intellekt heç bir halda satıcını əvəz edə bilməz. O sadəcə onun işlərini sürətləndirir, ona yardımcı olur və hətta bir yenilik olaraq sizə deyəcəm, bu yaxınlarda zəng mərkəzini belə əvəz etməyə başlayır. Bizim əməkdaşlıq elədiyimiz şirkətlərdən biri artıq Azərbaycanda bu praktikanı irəli çəkir. Və bir müddətdən sonra sizə zəng eləyəcək şəxslər, operatorlar olmayacaq, süni intellekt olacaq və maraqlı tərəfi olacaq ki, siz süni intellekti insandan seçə bilməyəcəksiniz. Satış alətləri hissəsini yekunlaşdırmamışdan öncə sizə bir hekayə danışmaq istəyərdim. Hekayə uğur hekayəsi deyil. Düzdür, biz hamımız uğur hekayələrini sevirik. Amma məncə uğursuzluq hekayələrindən daha dəyərli dərslər çıxartmaq olar. Bir müddət öncə mən dostumun biznesinin qurulmasında yaxından iştirak edirdim.
Təbii ki, çox kiçik büdcəmiz var idi. Biz ilk addım olaraq bazar araşdırmağa başladıq. Müəyyənləşdirdik ki, nəyə daha çox ehtiyac var və bu ehtiyacın əsasında məhsullarımızı gətirdik. Excel-də çox primitiv bir CRM sistem qurduq. Şirkətləri yazdıq, əlaqələndirici şəxsləri yazdıq, ehtiyaclarını yazdıq, tələbatların əsasında məhsullarımızı segmentləşdirdik və həftədə bir dəfə olmaqla onlara zəng etməyə başladıq. Birinci ay satış eləyə bilmədik əlbəttə ki. İkinci ay biz 100.000 manat satış elədik. Bu işin ən kulminasiya nöqtəsi idi. Uğursuzluq buradan sonra başladı. Mən bir müddət bu işdən kənarlaşası oldum, yeni bir satış komandası dəvət elədik, hansı ki bu işi aparmağa. Maraqlı tərəfi o idi ki, bu komanda həmin faylı kənara qoydu. Əlaqələr etdi, münasibətlər soyudu, hətta bir müddətdən sonra müəyyənləşdirdi ki, fayl tip. Təbii ki, faylın bir nüsxəsi məndə idi, mən o nüsxəni paylaşdım. Nəticədə biz bu əlaqələri yenidən bərpa etmək üçün 5 ay vaxt sərf elədik. Ona görə də CRM sistemlərə əsaslanmaq, müştərilərə düzgün şəkildə toxunmaq, onların ehtiyaclarını doğru şəkildə analiz eləmək bizi uğura aparacaq ən böyük nəticə olacaq. Birinci sütunu biz tamamladıq. Yəni, satışın 3 vacib sütunu var. Biri alətlər, biri sistem, biri isə satıcıdır. Satıcının özüdür. İndi sistem hissəsinə keçəcəyik. Sistem deyiləndə nə başa düşülür? Satış prosesi xaotik irəliləyən bir proses deyil. Bu proses nizamlı qaydada inkişaf etdirilməlidir. Hər birinin mərhələləri müəyyənləşdirilməlidir və bu mərhələlərə hamı tərəfindən riayət olunmalıdır. Birinci addım burada satış mərhələlərinin müəyyənləşdirilməsidir. Bu mərhələlər müəyyənləşdirilməyəndə hər bir satıcı öz bildiyi kimi işləməyə başlayır. Bu nəticədə xaosa gətirir, çıxardır. Onun üçün də ilk addım satışın mərhələləri açıq, aydın şəkildə müəyyənləşdirilməli. Hər kəsin görəcəyi işlər, ilk toxunuşdan müqavilə bağlamaya qədər hər bir addımda satıcıdan tələb olunan tələbləri ortaya çıxartmaq lazımdır. Bundan sonra kriteriyalar. Satışın bəlkə də birinci düşməni yanlış müştəriyə satış eləməkdir. Kriteriyalar bizə bizim məhsulumuzu almağa kim uyğundur, kim uyğun deyili müəyyənləşdirməyə kömək eləyir. Çünki bu kriteriyalar müəyyən olunmayanda əməkdaş hamı ilə danışır, hamı ilə görüşür, hamıya satış eləməyə çalışır və nəticəsi çox zəif olur. Düzgün filtrdən keçən şirkətlər, düzgün filtrdən keçən alıcılara xitab eləməklə satıcıların işinin effektivliyini daha çox artırmaq olar. İzləmə ritmi. Bir şirkətə neçə dəfə toxunmalıyıq, nə vaxt toxunmalıyıq, hansı kanallardan toxunmalıyıq. Bu, satış mərhələlərinin izləmə ritmini əhatə edir. Və eyni zamanda da uğurlu satışın bağlanması üçün bizim atacağımız addımların vaxtını, formatını müəyyənləşdirir. Skriptlər. Satış, satıcının şəxsi improvizasiyası olmamalıdır heç bir halda. Hər bir görüş üçün, hər bir telefon zəngi üçün mütləq şəkildə skriptlər formalaşdırılmalıdır. Skriptlərin olması o demək deyil ki, satıcı robot kimi danışmalıdır. Yəni, yazılıbdır, nə yazılıbsa onu oxumalıdır. Xeyr. Sadəcə skriptlər onu haradan hara keçəcəyini istiqamətləndirir. Bu nöqtədə qaydasına qoyulandan sonra 2 addım çıxır. Təhlil ritmi və KPI ölçmə. Təhlil ritmi tənzimlənmədən heç bir satış prosesini uğurlu saymaq olmaz. Həftəlik görüşlər, həftəlik hədəflər, aylıq həmin hədəflərin nəticələri, neçə görüş oldu, neçə zəng oldu, neçəsi uğura bağlandı və bunlar hamısı KPI ilə tamamlanmalıdır. Addımlar, nəticələr və onun qarşısında əməkdaşın motivasiyası. KPI-lər heç bir halda cəza mexanizmi rolunu oynamamalıdır. KPI satıcının motivasiya olunmasına, rəhbərin isə işə nəzarət etməsinə imkan yaradan amil olmalıdır.
2 vacib sütunu keçdik. İndi isə gəlir satıcı. Mənim düşüncəmə görə, nə qədər güclü alətlər olursa olsun, nə qədər güclü sistem olursa olsun, satıcı sonda bütün prosesi yekunlaşdıran şəxsdir. Gördüyünüz bu 6 bənd satışın psixologiyasını göstərən elementlərdir. Enerji o deməkdir ki, siz hər bir görüşə girəndə özünüzü həmin görüşə uyğunlaşdırmalısınız. Mütləq şəkildə pozitiv notlarla başlamalısınız. Çünki qarşı tərəf məhsuldan öncə insanın özünü alır. İnsanın emosiyalarına uyğunlaşır. Əgər emosiyalar, enerji üst-üstə düşməsə, satışın uğura bağlanması çox ağır proses olacaq. Etibar. Etibarın 4 əsas bəndi var. İnam. İnam birinci dərəcədə insanın özünə olmalıdır, işlədiyi şirkətə və məhsula. Səmimiyyət, dürüstlük, sözün çəkisi. Bir zaman mən öz rəhbərlərimdən öyrənmişdim ki, əgər eləyə bilməyəcəksənsə, o sözü vermə. Əgər söz verdinsə, eləməyə məcbursan. Nəyin bahasına olursa olsun, kimlə danışacaqsansa danış, amma bunu elə. Və bu gün də keçərlidir. Çünki, dediyim kimi, şirkətin qərar verici şəxsi birinci ünsiyyəti alır sizdən. Əgər ünsiyyət quruldusa, demək ki, siz satışı həyata keçirə biləcəksiniz. Sual vermə. Sual vermə o deməkdir ki, satıcının mütləq şəkildə dinləmə imkanları böyük olmalıdır. Əgər satıcı dinləmirsə, sadəcə danışırsa, o sadəcə prezentasiya eləyir. Mütləq şəkildə qarşısındakı oponenti dinləməlidir, ehtiyacları müəyyənləşdirməlidir, detalları görməlidir, buna uyğun suallar verməlidir. Və bunun nəticəsində həmin ehtiyaclarını aradan qaldıraraq satışı həyata keçirib bağlaya bilər. Empatiya. Empatiya əslində görüşdə və yaxud da ki, müzakirə zamanı zəiflik deyil. Empatiya satışı uğura aparan ən önəmli detallardan biridir. Çünki satıcı özünü qarşısındakının yerinə qoymalıdır. Onun problemlərini başa düşməlidir, hiss etməlidir mütləq şəkildə. Əks halda alıcı tərəf mütləq şəkildə başa düşəcək ki, bu adamın məqsədi ancaq mənə satmaqdır. Bunun baş verməməsi üçün mütləq şəkildə fokus qarşı tərəfi olmalıdır və insan qarşısının ehtiyaclarını görmək üçün empatiya qurmalıdır. Etirazların idarəsi. Son 3 dəqiqə. Əla. Bəlkə biraz banal səslənəcək, amma mənim ən çox sevdiyim müştərilər etiraz edən müştərilərdir. Çünki onların müəyyən bir ağrı nöqtələri var və bu ağrı nöqtələrini aradan qaldırmaq üçün səndən dəstək gözləyirlər. Ona görə etirazların mütləq şəkildə səbəbini aydınlaşdırıb, dəyəri göstərmək lazımdır. Və bağlanış. Bağlanış satıcıdan cəsarət tələb edir. Şərtləri təsdiqləməlidir, növbəti addımları müəyyənləşdirməlidir və müqaviləni bağlamalıdır. 2 dəqiqəm var. Əla. Bura baxsaz görəcəksiniz ki, sistem və alətlər 30% paya sahibdir. Satıcı isə 40% pay götürür. Nə üçün bu belədir? Çünki ən güclü sistemlərə sahib olan şirkətlər, ən inkişaf etmiş alətlərə sahib olan şirkətlər belə düzgün, doğru şəkildə bunları istifadə eləyə bilməyən satıcılarsız sadəcə uğursuz olur. Uğurlu satış bu 3 bəndin birlikdə balansıdır. Bu 3 bəndə nəzarət eləyə biləcək, balansı qoruya biləcək şəxs satıcıdan çıxaraq konsultant olur. Murad bəy danışacaq o haqda sizə. Bu 3... Yox, çox sağ olun, vaxtım azdır. Bu 3 bəndin qurulmasını təmin edən şirkətlər isə satışları daim artan tempdə inkişaf eləyir, rəqabətə daha davamlı olurlar və uğurları daha böyük olur. Hər birinizə təşəkkür edirəm diqqətiniz üçün. 1 dəqiqə vaxtımız qaldı. Qaldı. Hekayanı danışmadım ona görə. Okey.
Oldu. Onda siz əyləşənə kimi mən bir Tamam. sual verim sizə. Baxın, alətlərdən danışdınız, məhsulu bilməlidir və s. Amma bir enerjiyə də toxundunuz, amma yüngülvari belə keçid oldu. Amma istərdim biraz da dərinləşdirəsiniz ki, satıcını biliyi də olsa, bugün alətlərdən düzgün istifadə etsə də, enerji yoxdursa, müştərinin yanına çıxmaq o qədər də yaxşı alınmır. Yaxşı professional satıcı, ya olsun adi satıcı, ilk başlayan bir həmkar. Enerjisi aşağı olanda nə etməlidir? Fərqi yoxdur, satıcı professionaldırmı, illərin təcrübəsi varmı, yoxsa yenidirmi? Biz hamımız çoxsaylı emosiyaların təsirinə məruz qalırıq. Bu emosiyaların təsiri nəticəsində bizim özümüzün enerjimiz azala bilir, tükənə bilir və qarşı tərəf bunu həmişə hiss eləyir. Razıyam. Psixoloqlar deyir ki, enerjini yüksəldən ən vacib faktorlardan biri xoşbəxtlikdir. Psixoloqlar deyir ki, əgər qısa müddət ərzində xoşbəxt olmaq istəyirsənsə, şirniyyat ye. Əgər uzun müddət ərzində xoşbəxt olmaq istəyirsənsə, o zaman idmanla məşğul ol. Ona görə də 20-yə yaxın idman növü ilə 400-dən artıq salla biz sizin xidmətinizdəyik. Nə zaman istəsəniz qoşula bilərsiniz. Təşəkkür edirəm. Biz sizə ancaq yardımcı ola bilərik. Minnətdaram. Təşəkkürlər.